لله رب العالمين والصلاة والسلام على رسول الله نبينا محمد وعلى آله وصحبه أجمعين أما بعد. Evvela herkes salamlayıram. Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli kardeşler, meclis ehli. Allah Subhanahu ve Teala'dan evlenen kardeşimiz için hayır dua isteyirik ve Peygamberimizin sallallahu aleyhi ve sellemin duasıyla dua ederek Barakallahu leke ve baraka aleyke ve cema'a beynekuma fi hayır. Allah Subhanahu ve Teala sizin evinizi hayırlı ve bereketli etsin ve sizi her zaman hayırlarda saklasın. Elbette ki aile hayatı her bir insanın hayatında mühim bir rol oynar. Aile hayatı çok ağır, məsuliyyətli ve eyni zamanda şərəfli və ləyaqətli bir həyatdır. Aile hayatı insanın hayata gelmesinin gayelerinden biridir. Elə ki Allah Subhanahu ve Teala əsas gaye olarak bizi özüne ibadet etmek için yaradı. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ اِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları mənə ibadet etsinlər deyə yaratmışam. Əlbəttə ki, əsas gayə budur. Və digər bu gayenin içərisində daxil olan gayelərdən biri də bir insanın ailə həyatı qurması və nəsil nəzarətini davam etdirməsidir. Bir müsəlman ailə həyatı qurduqda onun çoxlu övladları, qız, oğlan fərq etməz, çoxlu övladları olduqda o Muhammed sallallahu aleyhi ve sellemin ümmətini çoxaltmaq şərəfinə nail olur. Çünki Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem bizə tövsiyə edir. Bildirib ki, evləndirin, mən qiyamət günü sizin çoxluğunuzla, yəni ümmətimin çoxluğuyla başka ümmətlər önündə öyünəcəyəm. Bu Allah Resulü'nün sallallahu aleyhi ve sellemin tövsiyesidir. Tövsiye olur ki gençleri evlensinler ve gençler evlendirilsinler. İster kişi ister kadın fark etmez. Ve kim evlenmeyirse o da evlenmeye tələsməlidir ki Allah Resulü'nün sallallahu aleyhi ve sellemin ümmetinin çoxalmasında onun da payı olsun. Çünkü kıyamet günü her bir ümmet öz peygamberinin başına toplaşacak. Her bir ümmet hansı peygamberə nisbət edilirse onun etrafına yığılacak. Ve en büyük ümmet qara bir yani əzəmətli bir toplum. Buna Sevadül Ə'zam deyilir hədislərdə. Yani əzəmətli qara bir toplum. Yani insanların çoxluğundan böyük bir qaraltı görünəcək. Həmin o ümmət Muhammed sallallahu aleyhi ve sellem ümmetidir. Ve yeter ki bir Müslüman için bir xoşbəxtlik olsun. Bir Müslümanın xoşbəxtliyi, onun fərəhi, onun qurtuluşu qiyamət günü Allah Resulü sallallahu aleyhi ve sellem ümmetini başına toplayanda onun da o ümmet içerisinde olmasıdır. Özü, ailesi, uşaqları, nesil necabəti hamısının Muhammed sallallahu aleyhi ve sellemin etrafında olması necə də gözəl xoşbəxtçilikdir. Vay o gündən ki o insanın halına ki o Peygamberimizin sallallahu aleyhi ve sellemin yanına gelmək istəyəcək, onun hovuzundan su içmək istəyəcək, amma mələklər onu yaxın buraxmayacaqlar. Vay o insanın halına ki mələklər desinlər ki ya Muhammed onlar senden sonra senin dininde ne hukukalar çıkarttılar, neler ettiler. Onlar hovuz başına bırakılmayacaklar. Ona göre de değerli kardeşler, evvela özüme ve her birinize dönem tövsiye edirəm ki, öz peygamberinizi layıkınca tanıyın. Allah Resulü Muhammed'i sallallahu aleyhi ve sellemi gözəl tanıyın. Həqiqətən də Peygamberinizi tanısanız, sizin hayatınızda hiçbir sıkıntı, hiçbir problem olmaz. Sıkıntı, problem gelse bile siz ondan çok asanlıkla yan geçebilirsiniz.
Və mən yeni evlənən qardaşımıza da tövsiyə edirəm ki, Abdurrazaq qardaşa, qardaş, Peyğəmbərin sallallahu aleyhi və səlləmin sirasını öyrən. Bax gör Allah Resulü sallallahu aleyhi və səlləm evində, ailəsində necə davranardı? Ailə həyatını necə davam etdirərdi? Ailəsində bir sıxıntı, problem olanda onu necə həll edərdi? Ətrafındakı insanlarla necə münasibət qurardı? Dostlarla münasibəti, ailə ilə münasibətdə necə qoruyub saxlayardı? Bax bunları öyrənmək lazımdır ki, sənin həyatın xoşbəxt olsun. Sən Muhammed sallallahu aleyhi və səlləmin ümməti kimi xoşbəxt yaşaya biləsən. Çox təəssüflər olsun ki, bugün acı bir həqiqətdir. Bunu da deməyi özümə borc bilirəm ki, 20 ildir namaz qılan qardaşlarımız var. Amma Muhammed sallallahu aleyhi və səlləmin sirasından xəbəri yoxdur. Çox cüzi bir, səthi bir məlumatlara malikdir siradan. Amma halbuki Muhammed sallallahu aleyhi və səlləmin sirası ilk öncə öyrənəcəyimiz elmlərin içərisində olmalıdır. Yəni, ən birinci öyrənməli olduğun Muhammed sallallahu aleyhi və səlləmin sirası olmalıdır. Niyə görə? Ona görə ki, sən o kişini tanımasan, onun yolunu gedə bilməzsən. Sən o kişini tanımasan, onun kimi hikmətli ola bilmərsən. Sən o kişini tanımasan, onun kimi səbirli, təmkinli, ədəbli, əxlaqlı ola bilmərsən. Sən öz Peyğəmbərini tanımalısan. Axı sən şəhadət vermirsən, La ilahə illallah, Muhammedun Resulullah. Şəhadət verdiyin Peyğəmbəri tam tanımırsansa, sən ona yolunu necə gedə bilərsən? Ona görə dəyərli qardaşlar, mən həmişə tövsiyə edirəm ki, dönə-dönə qardaşlarımıza Peyğəmbərinin sallallahu aleyhi və səlləmin sirası öyrənsinlər ki, onu A'dan Z'ye qədər əlifbanı bildikləri kimi, öyrəndikləri kimi öyrənsinlər və öyrətsinlər. Evində, ailəsində, uşaqlarına öyrətsin. Namaz qılandan sonra açsın siradan bir dənə kitabı, Peyğəmbərimizin həyatından bir qissəni oxusun övladlarına, həyat yoldaşına. Onlara bu məsələ öyrətsin. Onlar öz Peyğəmbərlərini tanısınlar ki, kimin yolunu getdiklərini bilsinlər. Və bu çox vacibdir və önəmlidir. Ona görə dəyərli qardaşlar, bu məsələdə olduqca ciddi olmalıyıq. Məsuliyyətli yanaşmalıyıq. Və bilməliyik ki, Muhammed sallallahu aleyhi və səlləmə iman gətirmək, onu tanımaq bizim imanımızın bir parçasıdır. Şəhadət kəlməmizin yarısı Rəbbimiz qabaqlıdırsa, yarısı da onun elçisi, Həbibi Muhammed sallallahu aleyhi və səlləm bağlıdır. Allah'tan diləyirəm ki, Allah subhanahu wa ta'ala bizi Peyğəmbəri Muhammedi sallallahu aleyhi və səlləmi layiqincə tanıyanlardan və onun yoluna iqtida edənlərdən, addım-addım onun yolunu izləyənlərdən etsin və Rəbbim bu cütlüyü xoşbəxt eləsin, onlara xeyirli, şərəfli zürriyyət nəsib etsin və o zürriyyətlə onları Allah dərgahında da sevinənlərdən, xoşbəxt olanlardan etsin. Allahu Teala aləm və sallallahu aleyhi və səlləm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi.